İzləyicilər, hər vaxtınız xeyir. Yasamal rayonu Asan xidmətin arxasında yerləşən AS İnşaatın binasında, Mida yaşayış kompleksinin içində AS İnşaatın binasında mənzil təqdim edirəm bugün sizə. Qanuni 4 otaqlı 110 kvadrat metr 9 mərtəbəli binanın ikinci mərtəbəsində sənəd kupça çıxarış, tam ipoteka yararı qanuni 4 otaqlı mənzildir. Hal-hazırda biz mənzilin qonaq otağında gözəl, geniş bir, yetərə qədər geniş bir qonaq otağımız var. Videonun sonuna qədər izləyin. Videonun sonunda mənzilin qiymətini bildirəcəm. Bu bizim yol hissəmiz. Giriş qapımız. Giriş qapıdan buradan girdik. Sol tərəfdə qonaq otağımız, yataq otağı, növbəti yataq otaqları və mətbəx hissə. Mətbəx hissədən də yenə də balkona çıxışı var. Həm qonaq otağından, həm mətbəx hissədən balkona çıxışı var. Qazı, suyu, işığı daimidir binada. İstilik sistemi kombidir. Və bizim növbəti yataq otağımız. Mənzil tam skvaznak mənzildir, yer çəkəndir. Bu yataq otağımızda ayrıca sancır hissəmizdə mövcuddur. Həm qarşı tərəfə baxır, həm məhlə tərəfə baxır mənzilimiz. Tam skvaznak proyektdir. Yenə də bu otaqdan da balkona çıxışı var. Qanuni 4 otaqlı 110 kvadrat metr Yasamal rayonu Asan xidmətin arxasında yerləşir. AS İnşaatın binasında Mida yaşayış kompleksinin içində yerləşir. Binamız sənəd kupçadır. Mənzilin qiyməti 255.000 manat təşkil edir. Tam ipoteka yararlı mənzildir. Buyurun, kim maraqlı olsa əlaqə saxlaya bilər.